Ay səbti əhvalı möhtərəm. Tərəfim budur, bayılan yandıyam. Adı İsraildir. Bax, İsrail. Görürsən, İsrail. İsrail. Salam, vaxtınız xeyir olsun. Salı 1405-in 4-cü ayın 27-si bizim bir dənə oğlan uşağı dünyaya gəldi. Biz bunun adını Emil qoyduq. Elə ki, müraciə elədik səbt əhvala, səbt əhval bu adına müxalifətçilik elədilər, vermədilər. Dedilər ki, bu sistemdə səbt olunmuyor. Fəqət o zaman ki, dəsti idi, salı 1326-da fəqət bir dənə bu ad verilibdi. Ad Emildir. Emil yəni bəmənayı sakit və aram. Allah biz dəftər xədəmat qəzaidən bu işi peycir olduq. Şobəyə 24 vaqidə əvvələ zəbirdəst lalədə. İblağiyə gəldi, ola müraciələrdə qazi bizə vurdu ki, 5 dənə namhayı həmvəzn bizə gətirin, biz qəbul edirik. Mən 13 dənə apardım, müntəha qazi müxalifətçilik elədi. Dedi, bunlardan olmaz. Bizə elə bir ad gətirəcəksiniz ki, həmməni, həmvəzn və həm qafiyə olsun. Allah mən qaldım ki, o misal hər adın özünə görə bir xas bir mənisi vardı. Həmməni yəni mənə Əliyin özünə görə bir mənisi var, Həsənin bir daha mənisi var. Olmaz ki, biz bir daha uşağa ad qoyaq, uşaqların hamısında o mənini versin. Allah indi 40 günə yaxındır ki, mən müvəffəq ola bilməmişəm. Bu adı uşağımıza alam. اونا رو میبینی آقای رنگو؟ اینجا زندگی ساخته خیلی سخت. میدونی روزها رو چطوری سپری میکنن؟ Ata ve anaların evlatlarına adletme hakkından 6 yıldır Muntay Mehrali Mecnun ailesi olarak mahrum edilmişiz. Ve bu adın uşağımıza verilmesi için ısrarlıyız. Hun adı qədim Türk İmparatoru olan ve bize unutturulan Hunlardan alınmıştır. Ve kanuni olarak İran kanunlarının hiçbirine zıt değildir. İran'da olan diğer milletler de Azerbaycan milletinin evlatları kimi ad seçme hakkından mahrum edilmişler ve çətinliklere maruz kalmaktadırlar. Ona göre məqam məsullardan istenilir ki ad konusunda, uşaqlara ad seçme konusunda yasakları kaldırsınlar ve milletleri çətinliklere koymasınlar. Ayrıca son günlerde bu ve diğer haklarımız olan Azerbaycan'ın tapdalanmış haklarına onların yolunda zindan çəkmiş, tutuklanmış mübarizlerimiz o cümleden kardeşim Yunus Mehrali Mecnun'un tezlikle azad edilmesi isteğidir. Azerbaycan, 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 analarım bəslədi laylam mənim, ey bayatım, ey oxşamam, ey muğamım. Analarım bəslədi laylam mənim, ey bayatım, ey oxşamam, ey muğamım. Sənə laylay deyəcəyəm, sənə mahnı oxuyacam, sənə şeir qoşacağam. Azerbaycan, Azerbaycan, səni hər an ürəyimdə, gözüm üstə gəl deyəcəm. Səni uca tutmaq üçün çalışacam, vuruşacam, yeri gəlsə öləcəyəm. Ey kimliyim, doğma yurdum, Azerbaycan, 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 Azerbaycan.